işim vardı. O işimi hallederdim. Eve döneceğim. Evde dersim var. Online dersim var. Eve döneceğim. Bir anda elə bir ki metro 28 metrosunun diğer tarafından getməliyim. Taksi çağırıb evə dönməliyim. Bir anda anlata bilmirəm bunu, bilmirəm, şükür olsun bu günümüzə. Bir anda elə dalmışam ki, fikirdən gəlmişəm pişiklərin olduğu yola. Elə bir ki məni nə sonra gətirib, bax tükləri biz olur, bilmirəm. Çox duyğulandım. Niyə? Bir də baxdım ki, bir əmi qışqırır ki, ay birisi sahiblənsin, nə olar, hərəsi bir dənə götürsün. Elə bir də nəsə satır. Baxdım ki, pişiklər, ay Allah, indi evə dərsim var, uşaq evdə gözlür, acam, fizioterapiyadan çıxmışam, benim biraz ağrıyır. Buraxa bilmirəm. Sonra deyirəm ki, Allah hər kəsi yaxşı insanlarla qarşılaşdırsın, qarışdırsın nəydim. Aynur xanıma elə bir umut, əlimdə də pişiklər. Yazdım, tez gəldi, o da işdən çıxıb gəldi, məni aldı. Zəng vurdu veteriner dostuna, arkadaşına. Ona zəng vurdu, o da işdən çıxırmış. O anda qapıdayken dedi, çıxmıram, gözləyirəm. İndi də belə şükürlər olsun bu günümüzə. Buradan da 2 dersim iptal oldu, 2 saatlə ilgiləndik. İlk dersim iptal oldu, o öğrencilərindən buradan da üzr istəyirəm. Çox anlayışlılar hamısı, sevirəm sizi. Yatıblar, baxın. İndi Aynur xanımla gedirik. Allah razı olsun. İndi süt aldı onlara. Sütdə bilirsiniz, hər süt vermək olmaz. O bilir də, maşallah. Peşəkarı da bu. Aptekdən süt aldı. İndi gedəcək, bəbələrə süt verəcək. Şükür bu günümüzə. Həyatımızda nə olursa, demək ki, Allah onu yazıbdır. Yəni mənim evə gedərkən bir anda fikrim gedib başqa abiyə baxdım, hardan gedirəm.